Aziz, benim güzel, en sevdiğim bu kasıp cemiyet. Selamlar olsun size. Burası gördüğünüz bu Aşağın arazisidir. Yani gelmişim bura konak. Şimdi buranın güzel tersani vadidir. Güzel insanları var buranın. Konakperver insanları var buranın. Yani ki necə lazımdırsa elə də cəmiyyəti var bu Xaçaqın ərazisində. Bir balaca burada yaşayan düzdür kənd həyatı kimidir. Yəni kənddə necə yaşayırsan, Bakı zonası da olsa elə burası özü bir kəndin bir növüdür. Ama kəndin olmağına baxmayaraq çok güzel havası var. Kənd təbii ilə hansı ki, gözəl insanları var buranın. Düzdür. Çok gəzməli yerləri yoxdur buranın, ama yani özünə görə her rayonun, her kəndin özünə görə bir gəzməli yerləri var. Buranın da eyni şeydir. Özünə görə bir gəzməli yerləri var. Ondan sonra danışmalı, şirin söhbətli insanları var buranın. Valla insanları ilə buranın insanları ünsiyyət bağı çox yaxşıdır. Qonaqpərvərdirlər. Allah canlarını salamat eləsin. Çoxu kənddən gələn insanlardır. Elin obasın atıp çıxıb gələn insanlardır. Burada yaşayır. Az önce dediğim kimi kənd həyatı ilə eynidir. Olsa da yəni müqayisə eləyəndə oranın adniki yox. Oranın məsələn iş yerləri yox. Yəni bir dəqiqə yardımlıda bura kimi adi Xaçaqına ərazisi kimi iş yerləri olsa, valla orada kəndin, elin obon çok güzel yerdir. Temiz havası, her şeyi sərin bular. Allah Teala bizi yaradanda hərəyə bir bəxt yazan kimi bu kəndçilərin də bura köçməyə bir bəxti buraya yazılıb da. Neyniyək? Allah bu kasıb insanları qorusun. Neyse, çok sözler var deməli. İnsanın oturup baxanda kənd ərazisini, bu ərazini uyğunlaşdıranda adamın dərdi çox artır. Ki özü özündən sual verir. Mən niyə dədə baba yurdundan didərgin düşmüşəm və kim didərgin, kimlər didərgin salıb, niyyətləri nədir bilmək lazımdır. Amma elə bir şəxs, nə bilim, insan indi insan olar, elə bir insan olar, amma indi vaxtı olmaz. İşdən gücdən o qədər problem yaranıb, o qədər problemli işlər çıxıb ortalığa. Nə bilim, insanların bir dəqiqə problemə başı qarışıb. Öz gələcəyini görmür. Dədə baba yurtlarını atıp bura necə gəlməklərin nə xəbəri belə olmur. Nəysə, çox sağ olun. Gələn söhbətlərimizə. Unuta bilmirəm.
Kız oğlan edir adet